Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün oktyabr ayının 16-sı, həftənin cuma axşamı günü 2025-ci ildir və son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Prezident Administrasiyasının sabiq rəhbəri akademik Ramiz Mehdiyevin halının pisləşdiyi deyilir. Bununla bağlı News 365 saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Mehdiyevə yaxın çevrədən bildirilib ki, media və sosial şəbəkələrin gündəmi olan akademikin halı dünən axşam saatlarında pisləşib. Hətta onun üstünə həkim də çağırıblar. Həkim müayinəsi zamanı Mehdiyevin gərginlik və stres səbəbindən əsəb sisteminin pozulduğu, qan təzyiqinin həddən artıq yüksəldiyi bildirilir. Verilən məlumata görə 87 yaşlı Mehdiyevi qəzəbləndirən əsas məsələlərdən biri vaxtilə vəzifəyə irəli çəkdiyi, deputat mandatı verdiyi, mövqe bəxş etdiyi bəzi insanların indi onun əleyhinə mətbuatda danışmasıdır. Bu halın akademikin mənəvi durumuna ciddi təsir göstərdiyi xüsusi vurğulanır. Bəli, Ramiz Mehdiyev vaxtilə yetişdirdiyi şəxslərin belə tezliklə onu inkar edəcəyini gözləmirmiş sən demə.